Salam, bugün küləklər mövzusu haqqında danışacağıq. Hava günəşdən gələn enerji nəticəsində isinir. Ancaq bu enerji atmosferdə qeyri-bərabər paylanmışdır. Bunun səbəbi yerin kürə formasında olmasıdır. İsinən hava daha yüngül olduğu üçün yuxarı doğru qalxır. Bunun əksinə soyuyan hava ağır olduğu üçün aşağı enir. İsinən hava yuxarı qalxanda alçaq təzyiq sahəsi, soyuyan hava aşağı enəndə isə yüksək təzyiq sahəsi yaranır. Küləklərdəki yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru havanın üfüqi şəkildə yer dəyişməsi prosesidir. Küləklər gücünə, sürətinə, istiqamətinə, rejiminə görə xarakterizə olunur. Küləyin sürəti vahid zaman ərzində havanın üfüqi istiqamətdə qət etdiyi məsafəyə, gücü isə səthdə göstərdiyi təzyiqə deyilir. Küləyin gücü və sürəti Beaufort şkalasına əsasən müəyyən olunur. Flüger adlanan cihazla isə küləyin istiqaməti və gücü, anemometrlə isə sürəti ölçülür. Külək əsdiyi səmtin istiqamətinə görə adlanır. Əgər külək şimaldan əsirsə, şimal küləyi adlanır və oxlarla göstərilir. Hər hansı bir ərazidə hakim küləyin istiqamətini müəyyən etmək istədikdə külək gülü qurulur. Külək gülündə ay ərzində əsən küləklərin istiqaməti qeyd olunur. Ən çox hansı istiqamətdən külək əsibsə, hakim külək budur. Məsələn, bizə verilən külək gülündə şimal-qərb küləyi hakimdir. Ay ərzində küləksiz günlər isə mərkəzdə qeyd olunur. Rejiminə görə küləklər 3 qrupa bölünür. Sutkalıq mövsümü və daimi küləklər. Sutkalıq küləklərə brizlər və dağ-dərə küləkləri, mövsümü küləklərə musson küləkləri, daimi küləklərə passat, qərb və qütb küləkləri aiddir. Gəlin sutkalıq küləklər haqqında daha ətraflı danışaq. Sutkalıq küləklərə dağ-dərə küləkləri və briz küləkləri aid edildi. Dağ-dərə küləkləri gündüzlər dərədən dağa, gecələr isə dağdan dərəyə əsən küləklərdir. Bəs bu nəyin nəticəsində baş verir? Gündüzlər dağın zirvəsi dərəyə nisbətən daha çox isinir və burada alçaq təzyiq zonası yaranır. Dərə isə soyuq olduğu üçün burada yüksək təzyiq zonası yaranır və nəticədə yüksək təzyiq zonasından alçaq təzyiq zonasına doğru külək əsir. Gecələr isə bunun əksi prosesi baş verir. Dağın zirvəsi tez soyuduğu üçün burada yüksək təzyiq zonası, dərədə isə temperatur yüksək olduğu üçün burada alçaq təzyiq zonası yaranır və nəticədə dağın zirvəsindən ətəyinə doğru külək əsəcək. Brizlər isə quru və su səthinin müxtəlif istilik tutumuna malik olması səbəbilə yaranan təzyiq fərqindən əmələ gəlir. Brizlər gündüzlər sudan quruya, gecələr isə qurudan suya əsən küləklərdir. Gündüzlər quru səthi tez isinir və nəticədə burada alçaq təzyiq sahəsi, su səthi isə gec isindiyi üçün burada yüksək təzyiq sahəsi yaranır və nəticədə külək sudan quruya əsir. Gecələr isə bunun əksi prosesi baş verir. Suyun istilik saxlama qabiliyyəti çox olduğu üçün burada temperatur yüksək olur və alçaq təzyiq sahəsi yaranır. Quruda isə tez soyuduğuna görə yüksək təzyiq sahəsi yaranır və nəticədə qurudan suya doğru küləklər əsir. Mussonlar ildə 2 dəfə istiqamətini dəyişən mövsümü küləklərdir. Bunlar əsasən Şimali Amerikanın cənub-şərqində, Cənub-Şərqi Asiya, Şərqi və Cənubi Asiya ərazilərində müşahidə olunur. Yayda həmin ərazilərə bol rütubət və yağıntı gətirir. Musson küləkləri okean və materik üzərində yaranan təzyiq fərqindən əmələ gəlir. Yay mussonlarında okeandan quruya doğru küləklər əsir, qış mussonlarında isə qurudan okeana doğru küləklər əsir. Bunun yaranmasının səbəbi də yayda quru tez isindiyi üçün burada alçaq təzyiq zonası yaranır, su səthi isə gec isindiyi üçün burada yüksək təzyiq sahəsi yaranır. Qış aylarında isə əksinə. Quru tez soyuduğu üçün burada yüksək təzyiq zonası, suyun istilik saxlama qabiliyyəti çox olduğu üçün burada alçaq təzyiq zonası yaranır. Daimi küləklərə passat, qərb və qütb küləkləri aiddir. Bu küləklərin yaranmasının səbəbi daimi
təzyiq qurşaqlarında arasındakı fərqlər nəticəsində yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru küləklərin əsməsidir. Passat küləkləri tropiklərdəki yüksək təzyiq zonasından ekvatorialın alçaq təzyiq zonasına doğru əsir. Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu küləklər materik üzərində quru, okean üzərində isə rütubətli hava axınları gətirir. Qərb küləkləri isə tropik enliklərin yüksək təzyiq sahəsindən mülayim enliklərin alçaq təzyiq sahəsinə doğru əsən küləklərdir. Qərb küləkləri əvvəlcə quru küləklər olsa da, okean üzərindəki rütubətli havanı materik üzərinə daşıyır və nəticədə materiklərin qərb sahillərinə bol yağıntı gətirir. Biz bunu Avrasiya materikində Ural dağlarına qədər havanın rütubətlənməsində görə bilərik. Eyni zamanda Alyaska və Çilinin cənub-qərb hissəsinə bol yağıntı gətirməsində görə bilərik. Bundan başqa, qərb küləkləri Antarktida ətrafında qərb küləkləri soyuq cəryanının yaranmasına səbəb olur. Qütb küləkləri şimal yarımkürəsində şimal-şərq küləyi, cənub yarımkürəsində isə cənub-şərq küləyi adlanır. Qütb enliklərində olan yüksək təzyiq sahələrindən mülayim enliklərdə olan alçaq təzyiq sahələrinə doğru əsən küləklərdir. Qütb küləkləri əsasən soyuq okean cəryanlarının yaranmasına səbəb olur, soyuq və quru hava axınları gətirir. Yer səthində temperatur və təzyiqin qeyri-paylanması nedenilə eyni zamanda nəhəng atmosfer burulğanları olan fırlanan küləklər əmələ gəlir. Bunlar siklon və antisiklonlar adlanır. Siklonların mərkəzində alçaq təzyiq, kənarlarında isə yüksək təzyiq olur. Nəticədə siklonlar kənardan mərkəzə doğru yönəlir və qalxan hava axınları yaranır. Siklonlar şimal yarımkürəsində saat əqrəbi istiqamətinin əksinə, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətində fırlanır. Antisiklonlar isə siklonların əksinə. Mərkəzdə yüksək təzyiq, kənarlarda isə alçaq təzyiq formalaşdığına görə mərkəzdən kənara doğru yönəlir və enən hava axınları müşahidə edilir. Burada mərkəzdə sakit hava hökm sürür. Şimal yarımkürəsində saat əqrəbi istiqamətində, cənub yarımkürəsində isə saat əqrəbi istiqamətinin əksinə fırlanır. Gəlin siklon və antisiklonlar haqqında olan videonu diqqətlə izləyək. Gördüyümüz kimi siklonda kənardan mərkəzə doğru hava yuxarı qalxır, bu da əmələ gətirir. Həmin ərazilərdə yağıntıları hökm sürəcək. Amma antisiklonda isə artıq yavaş-yavaş aşağı endikcə kənara doğru hava axınları gedir və nəticədə aydın, sakit hava yaranacaq. Antisiklonun mərkəzində şəlakət, yəni sakit hava hökm sürür. Siklonların yayıldığı əraziləri xəritədə görə bilərik. Şimali Amerika ətrafında siklonlar əsasən tornado, cənub-şərqi, cənubi və şərqi Asiya ərazisində tayfunlar, Avstraliyada Vili-Vili, Filippin ərazisində isə Baguyo adlanır. Toz burulğanın yaranması üçün rütubətlik 10%-dən az, temperatur isə 50%-dən yüksək olmalıdır. Gəlin yerli küləklərə nəzər yetirək. Tornado Şimali Amerika üçün, Mistral Fransa üçün, Sirocco İtaliya üçün, Bora küləkləri Qara dəniz sahili və Adriatik dənizi sahilləri üçün, Səmum Xəmsin Şimali Afrika üçün, Həbib Ərəbistan yarımadası üçün, Sarma küləyi Baykal ətrafında, Tayfun küləyi Cənubi, Cənub-şərqi və Şərqi Asiya üçün, Baguyo Filippin ərazisində, Vili-Vili isə Avstraliya ərazisində əsən küləklərdir. Föhn küləkləri dağın ətəyindən zirvəyə doğru qalxdıqca hava axınlarının
Temperaturun aşağı düşməsi nedənilə doyma həddinə yaxınlaşması nəticəsində kondensasiyaya uğrayaraq dağın ətəklərində yağıntı verməsi nəticəsində dağın digər yamacına keçdikdə artıq aşağı doğru düşdükcə havanın temperaturu qalxdığına görə isti və quru küləklər əsir.